Goranboy rayonu Cəfər Cabbarlı 4 saylı binada bugün səhər saatlarında birinci mərtəbəsində arakəsmə və döşəmə panelin sıradan çıxması nəticəsində hazırda bina tam şəkildə qəzalı vəziyyətdə sayılır və təhlükəsizlik baxımından binanın bütün sakinləri demək olar ki, evakuasiya olunub və hazırda aidiyyatı dövlət qurumları ərazidə müvafiq işlər aparırlar. Hadisə 60 mənzildən ibarət binanın ikinci girişində qeydə alınıb. Xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. Səs-küy gəldi, bir də gördük ki, nəsə belə səs gəldi. Səs gələn kimi hamımız olduq, binadan çölə düşdük. Gördük ki, bu tərəf çökübdür. Çökübdür, birinci bina yatıb badvala giribdir. Nəsə tappıltı gəldi. Gördük pilləkənlər uçdu. Mən 3-cü etajda oluram. Mənim altımdakı 2-ci etaj yarısı uçub badvala tökülüb. Bir də birinci etaj tamamilə düşüb padvalın içinə. Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunublar. Sakinlər təxliyə ediliblər. 60 mənzilin 46-sında mənzil sahibləri özləri daimi olaraq yaşayır. 11 nəfər ailə isə kirayədə yaşayırlar. 3 nəfər mənzildə yaşayış ümumiyyətlə yoxdur. İndi onların kirayəyə çıxarılması və yaxud digər ərazilərdə yerləşdirilməsi ilə bağlı aidiyyatı qurumlar birgə iş aparırlar. Hadisə ilə bağlı ekspertiza təyin olunub. Araşdırma aparılır. Xaliq Qurbanov, Fuad Quliyev, Lalə Allahverdiyeva, Natiq Çıraqzadə, ASTV xəbər.